Həm 1960-cı illərin muzeyindəsiniz, həm də eyni vaxtda 21-ci əsrin nəhəng bir metropolunun yükünü daşıyan yeraltı bir sarayda gəzirsiniz. Aha, çox dəqiq təsvirdir əslində. Yəni üstünüzdə səs-küylü, qaynar bir şəhər həyatı var, ətrafınızda isə dərin bir tarix və qaranlıq tunellərdə dayanmadan hərəkət edən ağır qatarlar. Bakı Talks kanalına xoş gəldiniz. Xoş gördük. Bugün biz bu nəhəng infrastrukturun, yəni Bakı metropoliteninin tam daxilinə enib dərin bir təhlil aparacağıq. Əlimizdə sistemin fəaliyyətini, belə deyək, bütün çılpaqlığı ilə ortaya qoyan çox əhatəli və geniş bir tədqiqat hesabatı var. Məqsədimiz də bu yeraltı dünyanın necə qurulduğunu, bugün niyə sizi bəzən o platformalarda saatlarla gözlətdiyini anlamaqdır. Düzdür və ən əsası da gələcəkdə bizi nələrin gözlədiyini görməkdir. Yəni, hesabatdakı məlumatları vərəqlədikcə, beynimdə yalnız bir fikir dolaşırdı. Bu sanki müasir, ən son model